Doktor, aybaşı zamanı ağrı kəsici dərman içmək zərərlidirmi? Xeyr, elə də zərəri yoxdur, lakin yaxşı olar ki, ağrının səbəbi tapılsın. Belə ki, aybaşı ağrılarının müxtəlif səbəbləri ola bilər. Xüsusən adenomyoz, endometrioz, mioma və sairə kimi səbəblərdən aybaşı ağrıları meydana gələ bilər. Ona görə də aybaşı ağrılarında öz başına əslində dərman istifadəsi məsləhət görmürük. Əgər altda yatan bir patologiya, ciddi bir patologiya yoxdursa, ancaq aybaşı ağrılarının əmələ gəlmə səbəbi prostaglandin adlandırdığımız bir maddənin artması ilə əlaqədardirsə, bu zaman ağrı-kəsicilərdən istifadə etmək olar. Əlbəttə ki, bunu da həkim tövsiyəsi ilə etmək lazımdır. İbuprofen, naproxen tərkibli dərmanlardan aybaşı ağrılarını keçirmək üçün istifadə etmək olar. Lakin müəyyən bir dozada və məhdud günlərdə istifadəsi məsləhət görünür. Uzun müddət istifadə etmək bəzi fəsadlara gətirib çıxarda bilər və yanaşı olan xəstəlikləri də nəzərə almaq lazımdır. Tutam ki, qadında mədə qastriti və yaxud da mədəsində xora varsa, 12 barmaq bağırsağın xorası varsa, laxtalama pozulmaları varsa və s. bu dərmanların istifadəsində çox diqqətli olunmalıdır. Çünki bunlar həmin xəstəliklərin fəsadlaşmasına, ağırlaşmasına gətirib çıxarda bilər. Qısacası deyim ki, ağrı-kəsici qəbulu, yəni qadınların düşündüyü kimi, xüsusən də analar həmişə vurğulayırlar ki, ağrı-kəsicilər çox içməyin, son nəticədə sonsuzluğa və s. ginekoloji problemlərə gətirib çıxarda bilər. Amma bu belə deyil. Yerində, düzgün dozada qəbul olunan ağrı-kəsicilər ziyansızdır.